min bir əziyyətlə böyüyü, boya başa çat, ailənə, nə bilim doğmalarına xeyir vermək istəyən vaxtı gəl hansısa bir səriştəsiz, vicdansız bir qurumun səhlənkar işinin qurbanı ol. Videodan aydın görünür, adam lüka düşmüyor. Çökür yol ve düşür o sürətli axına, suyun kanalizasiya sularının içine. Bugün belə bir cavan oğlanın nəşi hövsandan tapılır. Bax həmin qurumum ciyəri dağıdılmalı deyək. Haz yiyindən vicdanınız olsun Deməli bu bizim de başımıza gələ bilər. Hər birimizin həyatı vallah təhlükədədir. Qırını əskik vururlarmı, armaturunu əskik vururlarmı, betonunu mu əskik vururlar? Eləməyin də Allahsız uşaq Allahsız. Bugün sizin bu səriştəs işinizə görə hansısa bir ailənin bir ömürlük çırağı söndə. Tüpürüm o yediğiniz pula.